Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri hava çox soyuqdur, yağışlı bir hava var. Dedim qaşıq xəngəl edim. Uşaqlar da dərsdən gələcək, isti-isti içsinlər. Birazca da özüm üstünüzə sağlıq, biraz bu gəzənlərdən deyib dedim isti-isti içərəm. Mənim üçün mən özüm elə düşünürəm. Hər zaman analarımızdan, nənələrimizdən onu eşitmişik ki, grip olanda isti-isti xəmir yeməkləri, yəni sulu yeyəndə biraz yüngülləşir. Ona görə də mən də bişirmək istədim. Elə dedim ki, axşamdır, soyuqdur, bişirim. Bir ədəd soğan götürmüşdüm qızlar. Gördüm bir ədəd soğan çoxdur. Yəni mən az bişirəcəydim. Para soğan doğradım xırda-xırda. Yağı qoymuşam qazana, dağ olsun. Soğanı da tökəcəm, dağ olsun. Sonra isə yavaş-yavaş yəni içərisinə gedən nə varsa da onları da sizlərlə birlikdə yəni hazırlayarıq. Yəni yeməyimizi bişirərik. Gördüyünüz kimi yağı, soğançanı qoydum. Qazın altını yandırım. O biraz yəni saralana yoxun sarı kökünü vuracam. Axırda kəkotunu vuracam. Kəkotu da vuracam qızlar. Qoyuram yağ biraz dağ olsun. Qızarmağa qoymuram. Sadəcə qızılıq olanda yəni üzərinə suyunu tökürəm, qoyuram qaynamağa. Mən əlimin altında belə qızlar xəmiri yəni kəsmişəm, qurutmuşam. Hər zaman da belə edirəm. İstər yəni qaşıq xəngəli, istər ərişdəli isti, yəni ərişdəni kəsirəm. Ərişdəli isti bişirəndə əlimin altında hazır vəziyyətdə olur. Hazır götürürəm. Mən adətən xəmirim artıq qalanda, yayma xəngəl edəndə xəmirim artıq qalarsa da belə hazırlayıram. Quruduram. İstər soyuducuya, istər də bir quru bir yerə qoyanda əlimin altında olur. Soyuq havalarda mən hər zaman yəni anamdan, nənələrimizdən elə görmüşəm ki, soyuq havada yəni bişirilir, içilir ki, yəni soyuqdur, isti yeməkdir. Yəni ən çox da biz yəni Qazaq Akstafa zonası olduğu üçün qurutla daha çox sevirik. İndi zövqlər müxtəlifdir. Siz istəsəniz qatıqla da, istəsəniz qurutla da, istəsəniz yəni heç nə də töhməyə də bilərsiniz. Üzərinə sarı kök vurdum qızlar. Sarı kök həm ədviyyat kimi vurdum, həm də ki yəni rəngi gözəl olur, sarı olur. Yəni boz bulanlıq olmur. Belə deyim. Soğanım dağ olandan sonra sarı kökü elə atıram. Biraz qovrulandan sonra üzərinə suyu töküb qoyuram qaynasın. Qaynayandan sonra xəmirini elə tökəcəm. Bilmirəm, sizlər də sevirsinizmi? Mən çox sevirəm. Yəni qaşıq xəngəl olsun, ərişdəli isti olsun. Yəni çox sevirəm. Uşaqlarım da sevir. Düzdür, yoldaşım sevmir, amma mən çox sevirəm. Ona görə də tez-tez hazırlayıram. Ona ayrı yemək hazırlayıram, amma özümüzə elə bunu hazırlayıram. Yəni sevə-sevə də yeyirik. Duzunu da tökdüm qızlar. Siz istəsəniz, yəni belə deyim, bişəndən sonra, yəni öz qabınızda isti ot da tökə bilərsiniz, amma mən tökmədim. Yəni istəsəniz soyuq dəyməsi olan adamlar adətən tökürlər ki, soyuq dəyməsi canından çıxsın, tərləsin. Yəni soyuq dəyməsi canından çıxsın, belə deyim. Suyum qaynadı. Xəmirləri də tökdüm qızlar. Biraz qaynayandan sonra kəkotunu vuracam ki, kəkotunu əvvəlcədən tökmürəm. Ona görə ki, kəkotunu biraz qaynara düşəndən sonra tökürəm, altını keçirdib qoyuram qırağa. İsti-isti yeyərsiniz. Çox dadlı olur. Bilmirəm, aranızda sevənlər, sevməyənlər varmı? Yəni sevməyənlər varsa da bəlkə də heç dadını bilmirlər, amma eşidirlər, amma heç kim yəni bişirmir. Bəzən mən də elə olur ki, dadını bilmirəm, amma deyirəm ki, yox, yaxşı olmaz, amma yəni bişirəndən sonra, yeyəndən sonra görürsən ki, yox, həqiqətən də gözəldir, dadı da gözəldir, yəni yeməyə dəyər. İndi siz də istəsəniz
bişirə bilərsiniz. Xamır gördüm ki, bişdi. Qızlar həlimini saldı. Kəkotunu əlimlə ovaşlayıb altını yenə dediyim kimi söndürəcəm. Uşaqlara yəni servis edib verəcəm. Yenə bizim uşaqlar oğlum biri qurutla sevir, məni kimi, biri heç nə tökmədi, nə qurut, nə qatıq. Yəni sadəcə eləcə içdi. Yenə deyirəm, zövqlər müxtəlifdir. Kim necə istəyir, yəni o formada da yəni yeyə bilər. Mən sadəcə qurutla sevirəm. Ona görə də elə qurut, əlimin altında da qurut var idi. Əzmişdim hazır. Əlimin altında qurudum var idi. Tökdüm. Dedim soyuq havadır qızlar. Əsl bu yeməyin havasıdır. Yəni isti çöldən gələn adama daha dadlı gəlir isti yemək. Yəni isti yemək olduğu üçün. Ona görə də dedim tez bazar hazırlayım. Servis edəcəm. Uşaqlar yesinlər. İstəyən qurutla, istəyən də yəni ki sadə necə istəyir elə o formada da yeyə bilər. Mənim üçün maraqlı olar qızlar. Siz yəni belə xamır xörəklərini sevirsinizmi? Bu cürə yeməklər bişirirsinizmi? Düzdür, indiki cavan gənclərimiz belə yemək bişirməz. Biz adətən yəni nənə yanında, evdə məsələn yaşlı analarımız, nənələrimiz olan evdə daha çox bişirilir. Mən də sadəcə sevdiyim üçün hər zaman anamdan gördüm, anam bişirirdi. Mən də hər zaman sevirdim, ona görə də bişirdim. Uşaqlarım bir dəfə bişirdim, uşaqlarım da sevdi. Ona görə də tez-tez də bişirirəm, uşaqlarım da yeyir. Özüm də yəni sevə-sevə yeyirik. Göz haqqınızı halal eləyin qızlar. Yəni mən bişirdim. Sizlər göz haqqınızı halal edin. Kim bişirirsə nuş olsun. Şirin ağızla yesin. Belə qızlar. Belə bir video, yəni elə o videonun arxasına da bir videom var idi. Dedim elə bir ədləyim, bir video, bir vlog çəkim. Dünənləri bazara getmişdim. Oğlum məktəbdə hədiyyələşmə, bu yeni ilə görə hədiyyələşmələri var idi. Elə bir sinif yoldaşları bir-birinə hədiyyə alırdılar. Belə bir saat almışam. Oğlan uşağı idi deyən, yəni hədiyyələşdiyi uşaq oğlan uşağı idi deyən elə saat aldım. Özü istəmişdi. Oğlumunki saat al. Elə mən də saat aldım. Belə qızlar, podiumda yaxşı endirimlər var idi. Elə getmişkən elə girmişdim podiuma, gördüm belə futbolkalar endirimə düşüb. Bir ağ, bir dənə qara rəng futbolka götürdüm. Materialı da yumşaqdı. Pambıqdır deyim qızlar, çox gözəl, yəni həm də istidir. Xoşuma gəldi. Biri ağ rəngin üstündəki o Nike yazılanı götürdüm ki, sadə bir şey olsun. Bir də belə bir yazılı götürmüşdüm. Yəni belə qaranın da üstündə Nike şəkli olan yəni koftalar da var idi. Futbolka, kapşonkalı futbolkalar da var idi. Yəni endirimdə idi. Kimlər ki mənim səhifəmi izləyənlərdən, kimlər ki Xırdalanda, ümumiyyətcə podiumda yəni endirimlər tez-tez olur. Yəni mən buradan Xırdalandan almışam. Kimlərə ki podium hara yaxındır, onlar yəni gedib ala bilərlər. Belə saman almışdım, elə o saatın qabını içərisinə qoymağa, elə onu da manatlıqdan almışam. Dedim qabını içərisinə qoyaram, onda daha yaxşı görsənir. Bir də ocaq market var qızlar. Bazarın arxasında ora getmişdim. Çox sərfəlidir. Belə salfetka aldım. Yenə dediyim kimi bizim evimizin olmazsa olmazı salfetka. Yəni bir də mərcimiz, qreçkamız, bizim uşaqların sevə-sevə yedikləri. Bəlkə də deyərsiniz ki, bu qız nə qədər salfetka, qreçka, mərc alır, amma neynim, uşaqlar onu sevir deyə məcbur oluram, elə hər dəfə də onu alıram. Bizim uşaqlar qreçkadır, mərci də onu çox sevirlər, ona görə də tez-tez alıram. Elə oradan da alma aldım. Yəni
1 manat almışdım qızlar. Yəni meyvə ucuz idi, yaxşı idi. Amma kələm yəni qiyməti baxdım ki, qalxıb. Amma mən elə Ocaq marketdən 40 qəpiyə almışdım. Amma bazarın içərisində 70 qəpik, 60 qəpikdir. Belə qızlar, sağ olun, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər.